Rahat və təhlükəsiz gediş-gəlişin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmirə ehtiyacı olan avtomobil yollarında kompleks tədbirlərin icrası davam etdirilir. Bu çərçivədə Xırdalan Masazır-Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan, Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə aparan avtomobil yolunda həyata keçirilən əsaslı təmir işləri artıq son mərhələyə çatıb. Qeyd edək ki, iki hərəkət zolağından ibarət olan avtomobil yolunun uzunluğu 2 km, eni isə 9 metrdir. Sözgedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində müxtəlif deformasiyalar yaranmış, qabarmalar və çalalar əmələ gəlmişdir. Bu da nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneə törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər mərhələli şəkildə aradan qaldırılır. Təmir prosesində yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib. Eyni zamanda vətəndaşların rahat hərəkətinin təmin olunması məqsədi ilə yol boyu mövcud piyada səkizi də bərpa edilib. Hazırda ərazidə asfalt beton örtüyünün döşənməsi işləri icra olunur. Əsaslı təmir işləri tam yekunlaşdıqdan sonra yolun istismara yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur. Xatırladaq ki, sözgedən avtomobil yolu agentliyin balansında olmasa da vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmir işləri həyata keçirilir.